Hər kəs salam dostlar. Belə bir sayt tapmışam. Goblin mining eləyəcəyik. Təbii ki, bu bir zarafat idi. İndi buraya bir dənə pul yatıraq. 50 dənə onaylayıram. Ödənildi. Buraya da yəqin ki 5-10 dəqiqə içində köçər. Balansda da bir belə qaldı. Yəni ki ödəniş elədi. Keçmişə baxaq. Bəli, ödəniş elədi. Budur dostlar, balansımız 50 dənə gold oldu, belə deyim. İndi biz buradan ayırmalıyıq. Burada kapasitemiz var. Bu kapasiteyi hələ ki almayacaq. Bizə araç lazımdır. Bu araçdan bir dənə bunu alacaq. Ala bilməliyik. Niyə? Neyse, onu ala bilmədiksə gəlirik buraya. Buradan bir dənə slot açırıq. Bir slotunda 5 dənə şeydir, qoltu getdi 5 dənə. İndi buradan biz mining şeyler almalıyıq. Gün başına 175 dənə. Bunlardan alaq. Bu mining saytına yatırım eləməyim tövsiyə deyil dostlar. Nəyə görə tövsiyə deyil? Pulunuzu verməyə bilər. Mən yatırım eləyib yoxlayıram. Əgər versə, mən bunun videosunu çəkib yenə YouTube kanalına paylaşacağım. Gəlin burada baxaq görək nələr var. Oyunlarımız var. Yatırımı da gördünüz. Yatırım tövsiyəsi deyil. Nəyə görə? Mən yatırım eləyib yoxlayıram. Əgər buradan pul çıxartmaq olsa, sizinlə paylaşacağım. Yəni indidən yatırıb yoxlamayın. Əgər partası olsa, pul verməsə, siz yoxlamış olun. Ona görə mən yoxlayıram. Burada da arkadaşları dəvət edə bilərsiniz. Bu linkdə açıqlamada olacaqdır. Buradan keçsəz, mənə dəstək eləmiş olarsınız. Burada belə oyunlar var. Kazino saytlarında olduğu kimi. Bunlara girməyirik. Madəni paralar var. Bundan da yatırım eləyirik. Burada da bizim mining yerlərimiz var. Buradan işçilər ala bilirik, araçlar ala bilirik və s. Burada da belə şeylər var. Digərlərinə deyirəm. Burada da pul çəkmək falan var. İngilis dili var. Məsələn belə. Ton olaraq çəkə bilərik. Yatırdığımız ton kimi. Və bunların öz coin kimi çəkə bilərik. Maksimum 10.000 dənə çəkmək olur. 24 saat içində də yazılıbdır. Pulu geri ödəyir. Baxalım məncə tonda nə qədərdir? Minimum 0.5 ton çəkə bilərik. Pis deyil dostlar. Görək nə olacaq axı. Mən də yoxlamışam.